Salam və hörmətli izləyicilərimiz, Binəqədidə möhtəşəm, şok, super bir dənə evimiz satışa çıxıb. Evimiz 3 aşağıda, 3 yuxarıda otaq olmaqla 6 otaqlı evdir. Gördüyünüz kimi bir dənə gəl bura, bir dənə belə çəkir, bir dənə belə götür, bir dənə o elə slide götür bir dənə. Qardaşım, evə bax. Yəni, vallahi billah hələ fikirləşirəm ki, mən bu evə nə sözlədiyim də, yəni bu evin sözlə təqdimata ehtiyacı yoxdur. Çöldə bir dənə belə gözəl bulağımız. Həyətə bir maşın rahat yerləşir. Heç maşın salma həyətə, saxma maşın qapıdır. Bura özün üçün bir dənə əlavə stolu. Gözəl bir dənə şərait qarar. Gəl aşağıdan başlayaq biriniz. Gəl içəri qardaş. Evə bax, insan Allah, evə bax. Həqiqətən söz tapa bilmirəm ki, yəni mən bu evə nə söz deyim ki, çox maraqlı çıxsın da. Evet, bu giriş hissəmiz. Sən ona oturacaq. Nə istəyirsən ev. Yəni, ev var ideya sizdən. Belə deyək. Gəl qardaş, bax bura. Gəl bax bura. Birinci mərtəbənin kuxnasıdır. Gördüyün kimi, qəşəng kuxnayı yığırsan bir dənə belə. Burada bir dənə stol qoy. Gəl bura. Bax. Bura bir otağımız əlavə. Yataq otağı. Görürsünüz? Superi. Gəl bura. Bax. Super. Yəni, yuxarını çəkərik, yuxarını al. İşıqlandırma sistemi al. Afrin evlərdə necə olur? Bax, həminki bir situasiyadır evin içində. Bax. Burası sanuz evdir. İndi 2-3 günə təhvil veriləcək burada. Koridor hissəsi. Yəni, qardaş, elə bir ki, ofisdir. Yəni, nəm Avropada görürük, o reklamlarda, nəm kinolarda zıtlı evlər görürük. Elə bir bunu, yəni, proqramla düzəltmək. Çat-çipit elə bir düzəldir. Yəni, bu ev elə bir tikilməyib, var et. Gəlin. Qapıya bax. Dur orada. Bir daha buna bax. Sağ olun. Gəl. Ekinmə. Evinin duyumunu olur. Gəl qardaşım, gəl. Bu evi və kino çəkənlərə burada mafya dizisi. Eşrəf təki çəksinlər, tut şəklində. Gəl qardaş. Adamın heyfi gəlir, ayaqqabını direkt səni. Möhtəşəm dizayn. Gəl bura, gəl. Həzi nələr var, nələr. Ay, dünyada nələr var, qardaş. Binəqəli deyirlər, çox adam bəyənmirlər. Binəqəlidə sən belə bir tap gör. Nə mən təhsil. Qardaş, qiyməti. Deyilsə dodaq muçullarlar da, yəni, belə bir şeydir. Bura bax, dekora bax. Evə bax. Səliqəli. Kombi üçün yer. Çək oranı. Kombi üçün yer, bax. Gör neçə dənə razılıqası var. Gəl. Çünki mən özüm sayımram bu otaqları. Gəl bura. Otağa bax. Bir dəqiq işək televizyon özün üçün qoysun, yataq otağı. Patoloqa baxırsan, televizyon yaddan çıxır. Görürsən televizyon açıqdır, yoxsa. Camaat yerində telefon oynayır. Böyle patoloqa baxsan yuxu aparır sənə. Necə sərindir. Kombi yeri. Çək buranı. Maşallah. Gəl. Ev deyirəm, ev. Növbəti bir dənə yataq otağı. Bax, gözəlliyə bax, kombi yerinə bax. Görürsünüz, heç bir pəncərə, heç kimin qapısını düşmür. Nədə heç kimin həyətindən sizin pəncərələr görsənmir. Şəbəkə pəncərələrdir, baxın. Bax, gəl bura. Tutamır, belə çox tutarıq, yoxarı tutamır. Kuxnan, gözəlliyə bax, Allah'a olsun. Yəni, həqiqətən deməyə bir söz tapamıram, Allah'ın qulları. Gəl bura. Bu da ikinci mərtəbimizin salonuz eli. Buranın indi inşallah xırda para işlərimiz qalır. Onları da həll edirik. Bu ev ekskluzif olaraq birinci dəfədir bizim səhifəmizdədir. Yəni başqa bir səhifədə bu evi tapanmarsınız. Nə də bir başqası şəhər tapadınız, belə deyim. Yəni evimiz haqqında kiminlə sualı varsa direktə yaza bilər və yaxud da əlaqə nömrəmizlə əlaqə saxlaya bilər. Əlavə də ki, evimiz 6 otaq idi. Gördüyünüz kimi çəkiş idi, həyətdə bir maşınlıq yer var. Yəni, valla söz tapamıyorum, möhtəşəm. Allah satana da, alana da xeyir versin. Çox gözəl, çox super, əla.